Ömürlük azadlıqdan məhrum etmə, məhz bu cəzanın təyin olunmasını sülhə və insanlığa qarşı cinayətlərdə, təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, başlanması və aparılmasında, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində, insanların zorla yoxa çıxarılmasında və digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın işi üzrə prokuror tələb edib. Dövlət ittihamçısının ittiham nitqi ilə çıxış etdiyi məhkəmə iclası Bakı Hərbi Məhkəməsində keçirilib. Xatırladaq ki, Ruben Vardanyan 2023-cü il sentyabrın 27-sində Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərərkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. Vardanyan barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb. Ruben Vardanyan Troika Dialoq İnvestisiya şirkətinin keçmiş sahibi olub. Forbes jurnalının versiyasına görə Rusiyanın ən varlı şəxsləri siyahısına daxil olub. 2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini və Azərbaycanın işğal altında olan ərazilərinə köçdüyünü bəyan edib. 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına dək o qondarma separatçı rejimin dırnaqarası hökumət başçısı vəzifəsini tutub.